Ağsuda bazara giriblər, şor, pendir, qatıq yığışdırıblar ki, bunun şeyi var sizdə. Tərkib haqqında şey göstərin, nə deyək, tərkib haqqında məlumat olan kağızınız olun. Zahir bəy, neçə yüz illik millətik biz? İndiyə qədər şor da yemişik, qatıq da yemişik, pendir də yemişik. Kimlə, bu kəndçi yetim gətirib 5 litr, məsələn, bir 30 litr süd yığıb, onu da gətirib pendir eləyib, bir 5 kilo pendir gətirib satır. Onu da eləməməli. Onu gətirib, onun kağızını hardan alacaq, necə alacaq, kimdən alacaq və yaxud da gətirib, inəyini sağıb bir 10 litr südü gətirib bazara yerə düzüb ki, butulkalarda satır da. Bəli. Bunun südün tərkibi haqqında məlumatı hardan, kimdən, neçəyə satır ki südün litrini? Bu Ağdaş, oxuyun Ağsuda. Bu biabır, giriblər bazara, bazar müdiriyyətini də cəriməliyiblər ki, sən burada tərkibi məlum olunmayan süd, qatıq, pendir satdırdığına görə. Kasıb bir dənə 1 litr südünü satacaqdı, 1 manata 10 litr süd satıb 10 manat axşam evinə aparacaqdı, onu da aparmır. O da aparmır, ət öz yerində, təbii ki, ət artıq başqa məsələdir, kəsilməsi, möhürü filan, ət də sata bilir. Bu o deməkdir ki, kənddə yaşayan insanlar dağılışın. Vəssalam. Təəssüf.